Salam, hörmətli abituriyentlər. Bu videoda da mən sizə ABC biologiya sınaq toplusundan 4-cü sınağın 18-ci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, kök hüceyrəsində 28 xromosomu olan dişi bitkinin çiçəyi endosperm hüceyrəsində 27 xromosom olan bitkinin tozcuğu ilə tozlandırılmışdır. Çarpazlaşmadan əmələ gələn hibrid bitkinin dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırıldıqdan sonra bu hibrid bitkinin 3 somatik hüceyrəsində cəmi neçə xromosom olar? Bilirik ki, Karpachenko metodu ilə aradan qaldırılmış bir bitkinin xromosom sayı 4n-ə bərabər olur. Əgər bir bitkinin kök hüceyrəsi 28 xromosom dəstinə malikdirsə, demək onun 2n xromosom dəsti 28-ə bərabərdir. Digərinin isə endospermi 27-yə bərabərdirsə, bilirik ki, endosperm 3n xromosom dəstinə malikdir. 3n-i 27-dirsə, demək 2n xromosom dəsti x-dir. X də bərabərdir 18 olur. Demək, növbəti bitkinin 2n xromosom sayı 18-ə bərabərdir. Karpachenko metodunda isə 4n-ə bərabərdir. 4n bərabərdir 28 üstəgələk 18 bərabərdir 46 olur. Demək, dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılmış bir bitkinin somatik hüceyrəsinin xromosom sayı 46-ya bərabərdir. Şərtdə də bizə deyir ki, 3 somatik hüceyrəsində cəmi neçə xromosom var? Demək, bir hüceyrədə cəmi 46 xromosom varsa, 46-nı vururuq 3-ə, o da olur 138. Demək, Karpachenko metodu ilə aradan qaldırılan bir bitkinin 3 somatik hüceyrəsində cəmi 138 xromosom saymaq olar. Doğru cavabımız olur C variantı.